biləcəyik onları. Birlik, bazarlıq bəli. Qəşəng. Xüsusi pedaqoji metodlar hansılardanım? Yarış, ciddi reklam. Qəşəng. Rəqabət şəraitində aparılan hansıdanım? Rəqabət şəraitində Aparılan metod, hə. Rəqabət şəraitində aparılan metod. Yarış. Oyun metodu. Yarışdır, bəli. Yaxşı. Məşq yükü sabit dəyişməyən intensitə uzun müddət yerinə yetirilir. Rəvan metodu. Rəvan metodu idi, bəli. Yaxşı. Hansı metoddur ki, qüvvəsidir, sürətidir, amplitudasıdır, bunu sabit saxlayırlar? Rəvan metodu. Rəvan metodudur. Rəvan metodu daim hansı intensitə yerinə yetirilirdi? Aşağı və orta. Aha, aşağı və orta intensitə. İllik məşqin bütün mərhələlərində istifadə olunan metodlar hansılardır? Rəvan metodu. İllik məşqin bütün mərhələlərində istifadə olunan rəvandan təkrar, ikisi bir yerdə. Aha. Emosionallıq və daim dəyişən şəraitdə hərəkət qabiliyyətlərinin inkişafına əsaslanan rəsmi əməliməsi əsası qalıb. Hə. Emosionallıq oyun metodu. Oyun metodu idi. Yeniyetmə idmançının hazırlanması hansı metodoloji idi? Bu da oyundur da. Xüsusi seçilmiş hərəkətlər kompleksi dedikdə hansı metod nəzərdə tutulur? Dəyişkən metodu. Xüsusi seçilmiş hərəkətlər kompleksi. Xüsusi seçilmiş. Dairəvi ola bilər? Dairəvi metodu. Xüsusi seçilmiş hərəkətlər kompleksi dediyində dairəvi metodoloji idi. Dairəvi metodunun digərlərindən fərqləndirən neçə əsas xüsusiyyəti var? 5 xüsusiyyəti var mənim. Neçə? 5 xüsusiyyəti. 5 əsas xüsusiyyəti vardı, bəli. Sonra dairəvi metoda bir-birinə əlaqəli hərəkət qabiliyyətlərinin inkişafı daha səmərəli həyata keçirilir. Bəli, bəli. Aha. Məşqçinin idmançı haqqında müəyyən qənaətə gəlməsi hansı metodu idi? Məşqçinin idmançı haqqında Nəzarət metodu idi. Fiziki keyfiyyətlərin inkişaf dinamikasını ölçmək üçün istifadə olunan metod? Fiziki keyfiyyətlərin İnkişaf dinamikasını. inkişaf dinamikası. Bu da nəzarətdir, anam. Nəzarət. Bu da nəzarət metodu idi, bəli. Sonra hərəkətin yarış qaydalarına riayət etməklə yüksək intensitə yerinə yetirilməsi? Oyun metodu. Hərəkətin yarış qaydalarına riayət etməklə yarış metodudur.